Alternativ enerjinin istehsalı sahəsində daha böyük bir layihənin icrasına şahidlik edirik. Biləsuvarda 445 megawatt gücündə günəş elektrik stansiyasında ilk günəş panelləri quraşdırıldı. Məhz bu panellərin özəlliyi ondan ibarətdir ki, panellərin hər iki üzü günəş elektrik enerjisini istehsal etmək potensialındadır. Və qeyd edeyim ki, bu panellər Çin istehsalıdır. Məhz bu ərazini də göstərək sizə həmçinin. Qeyd edelim ki, 1400 hektar sahəni əhatə eləyir Biləsuvardakı günəş elektrik enerjisi stansiyası və mərhələli şəkildə panellər bu əraziyə gətiriləcək və burada quraşdırılma prosesi həyata keçiriləcək və gələn il artıq bu ərazinin istismara verilməsi planlaşdırılır. Onu da qeyd edeyim ki, bu layihə, Biləsuvarda inşa olunan bu layihə MASTARın Azərbaycanda icra etdiyi ikinci böyük layihəsidir. İlk layihəsi 2023-cü ildə artıq istismara verilib, 2 ildir ki artıq fəaliyyətdədir. Məhz daha iki layihəsi isə icra mərhələsindədir. Və onu da nəzərinizə çatdırım ki, bu panellərin hər birinin gücü 625-630 volt təşkil edir və stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq və istismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Və bir daha qeyd edeyim ki, alternativ enerjinin istehsalı ölkə sahəsində prioritetlərdən biridir. Həm işğaldan azad olan ərazilərdə, həm də Respublikanın müxtəlif ərazilərində böyük layihələr icra olunur və Neftçalada eyni zamanda bunu göstərmək olar, qeyd etmək olar və daha böyük bir layihə Cəbrayılda inşası planlaşdırılır və qeyd edeyim ki, Biləsuvarda hazırda inşasına şahidlik etdiyimiz, istismara verilməsinə şahidlik etdiyimiz ərazi də unikal bir ərazidir və regionun ən böyük günəş elektrik stansiyası hesab olunur bu ərazi və bir daha xatırladım ki, məhz Biləsuvar günəş elektrik stansiyası gələn il istismara veriləcək. Belə çatdırmaq istədiyimiz məlumatlar bunlar idi. Buyurun, söz yenidən sizdədir.